Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Uşaqlar, sizə sifət və sayla bağlı vacib məqamları bildirəcəm. Uşaqlar, bilirik ki, sifətin əsas vəzifəsi cümlədə təyin olmaqdır və sayın da əsas vəzifəsi. Yadımızda qalsın ki, əsas vəzifəsi, sintaktik vəzifəsi cümlədə təyin olmaqdır. Ən əsası. Ancaq sifət də say da, yəni rahat şəkildə xəbər də ola bilirlər. Xəbər şəkilçiləri, xəbərlik şəkilçiləri nəyin şəkilçiləridir? İsim şəkilçiləridir. Yəni sifət və say isimləşsə də xəbər ola bilər, isimləşməsə də xəbər ola bilər. Biz bunu xəbərdə olan sifətin və sayın sualından biləcəyik. Məsələn, deyirəm ki, o çox gözəldir. Necədir? Gözəldir. Yəni sual verirəm, gözəldir. Necədir? Öz sualını verdim. Deməli, sifət isimləşmədən xəbər ola bilir. Və ya bu çoxdur. Xəbər vəzifəsində olan saydır. Görürsüz, nə qədərdir? Çoxdur. Deməli, say isimləşmədən cümlənin xəbəri ola bildi. Amma əsas vəzifəsi, sintaktik vəzifəsi cümlədə təyin olmaqdır. İsimləşəndə mübtəda ola da bilərlər. Məsələn, qoca gəldi, tamamlıq da ola bilər. Kim gəldi? Qoca. Yəni, burada mübtədanın ifadə vasitəsi sifətdir. Və yaxud onuncular gəldilər. Kim gəldi? Onuncular. Burada da və yaxud onuncular, mübtədanın ifadə vasitəsi olacaq say. Yəni, mübtəda yerində dayanan onuncular. Söz burada sifətdir, burada saydır. Tamamlıq da ola bilər. Yəni, bunları yaxşı-yaxşı yadımızda saxlayırıq. Sonra uşaqlar, say və zərf kimi işlənən ortaq sözlər var ki, məsələn, çox, az, xeyli, biraz, bir qədər, azacıq. Deməli, bunlar əgər feillə bərabər feilin miqdarını bildirərsə uşaqlar, bunlar zərfdir. İsmin miqdarını bildirsə, yəni isimdən işlənsə, əşyanın miqdarını bildirsə, olacaq nə? Say. Məsələn, çox adam desək, çox adam da olacaq say. Çünki niyə? Adamın ismi aiddir. Amma desək ki, çox oxudu, burada nə olacaq? Olacaq zərf. Nə qədər oxudu? Çox. Uşaqlar, deməli azacıq da, azacıq sözü düzəltmə saydır. Ümumiyyətlə, sayın düzəltməsi uşaqlar əsasən sayın özündən düzələcək. Məsələn, o da ən çox ıncı üstü 4 şəkilçisi, sonra sayın leksik şəkilçiləri bunlardır. Larla üstü 2, larca üstü 2, bunlar sayın leksik şəkilçiləridir. Bir də acıq şəkilçisinin, az, acıq. Yəni, larcanı, larlanı heç vaxt parçalamayacaq. Leksik şəkilçidir bunlar, sayın şəkilçiləridir. Yəni, birinci, ikinci bunlardır. Incı demişkən uşaqlar, məsələn, 10-cu düzəltmə saydır. Yəni, 10-cu. Amma 11-ci mürəkkəb saydır. İncini görən kimi burada buna düzəltmə deməyəcəksiniz. Bu oldu mürəkkəb. Mürəkkəb. Bu isə olacaq düzəltmə. Çünki niyə? Artıq burada bir dənə söz var. Burada isə 2 dənə söz var. Düzəltmə yox, mürəkkəb sıra sayı deyəcəksiniz. Və ya uşaqlar, say olmayan nitq hissələri var idi ki, məsələn, əvvəl, axır, son, filan. Yəni, bunlara da ıncı qoşulmaqla bunlardan da say düzəltmək olar. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Və ya, bax, bu söz saysız, hesabsız. Bu saysız, hesabsız sözü qeyri-müəyyən miqdar sayıdır. Yəni, bu saydır. Yəni, içərisində say olmayan, amma başqa sözlərdən ibarət say bildirəcək. Məsələn, saysız, hesabsız kitablar saydır. Bir də uşaqlar, bax, bu əsas nitq hissələrinin sualları sizi çaşdırmasın. Məsələn, tutaq ki, neçə, nə qədər. Yəni, biz buna say deyə bilmərik. Bu nitq hissəsi kimi sual əvəzi idi. Deyə bilmərik ki, məsələn, neçə saydır. Və ya hansı, nə cür, necə. Biz buna sifət deyə bilmərik. Biz buna sifətin sualı deyəcəyik, sual əvəzi deyəcəyik. Yadımızda qalsın. Və ya başqa burada.
Yuxarıda say və zərf kimi ortaq olan sözləri dedim. Bir də var sifət və zərf kimi ortaq olan sözlər. Bunlar amonim deyil. Bunlar ortaq sözlərdir. Məsələn, yaxşı, cəld, pis, açıq, aydın. Bunlar əgər feilin önündə gələrsə, iti də aiddir. Feili aiddirsə, zərfdir. İsimdən işlənibsə, əşyanın əlamətini bildirsə, bu olacaq sifət. Yadınızda qalsın. Yaxşı, cəld, pis, açıq, aydın. Məsələn, aydın səma desək, olacaq sifət. Amma aydın danışdı, gözəl, təmiz danışdı desək, zərf. İti bıçaq sifət, iti danışır, iti qaçır, zərf. Bunlara diqqət eləyəcəyik. Sonra uşaqlar, bax, saydan düzələn, sifətdən düzələn sözlərə daha biz sifət, say deyə bilmərik. Məsələn, yaxşı, yaxşılıq, pis, pislik. Daha biz başlanğıc formasına baxıb sual veririk. Yaxşılıq nə? Daha bu olacaq isim. Sifətdən düzələn isim olacaq. Və yaxud, məsələn, birlik. Birlik, düzəltmə isimdir. Saydan düzəlib isim olubdur. Sonra uşaqlar, bu sözlər zərfdir. Məsələn, 1-1, 2-2, yəni təkrarlanan sayıları gördünüz, bunlar zərf olacaq. Bunlar say deyil. Çünki özündən sonra feil tələb edir. Məsələn, 2-2 gəldilər. Nə tərzdə gəldilər? 2-2 gəldilər. Deməli, uşaqlar, bunlar nə oldu? Zərf oldu. Çünki niyə? Özündən sonra feil tələb etdi. Say nə tələb etməli idi özündən sonra? İsim tələb etməli idi. Əşyanın miqdarını bildirməli idi. Belə yadımızda saxlayırıq. Sonra uşaqlar, numerativ sözlər var. Numerativ sözlər isimlə, sayla isimin ortasında işlənər, miqdar məzmunu bildirər. Numerativ sözlər sayla isimin ortasında işlənər, miqdar məzmunu bildirər. Məsələn, bir var əsl numerativ sözlər. Məsələn, nəfərdir, dənədir, cüddür, ədəddir. Yəni, məsələn, cüt qoşalıq bildirir. Tutaq ki, bir cüt əlcək. Yəni, bir cüt əlcək deyəndə neçədən əlcək nəzərdə tutulur? 2 əlcək nəzərdə tutulur da, 2 əlin əlcəyi. Hətta uşaqlar, bu kəmiyyət fərqi yaradan numerativ sözdür. Kəmiyyət fərqi nə deməkdir? Məsələn, bir cüt deyəndə 2 dənə oldu. Amma cütü çıxarsaq buradan bir əlcək, bir əlin əlcəyi qalacaq. Və ya bunun kimi, məsələn, deyək dəstə, vaqon. Yəni, bunlar da yerinə görə vaqondur, maşındır, qucaqdır. Numerativ söz kimi işlənə bilirlər. Məsələn, bir qucaq gül. Bir qucaq gül deyəndə içərisində 100 də ola bilər, milyon da ola bilər. Amma bu olsun çox da, çoxlu. Belə nə qədər deyək, məsələn, çoxlu güllər, belə güllər. Amma qucağı çıxarsaq, qalacaq bir dənə gül. Yəni, kəmiyyət fərqi yaratdı. Yəni, kəmiyyət fərqi yaradanlar onunla işlənəndə çox, onu çıxaranda az olacaq. Nəfər sözü uşaqlar insanla işlənir. Məsələn, deyək ki, bir nəfər polis gəldi. Bir nəfər polis gəldi, görürsünüz, özündən sonra isim gələrsə, yəni insan anlayışı bildirən isim gəldi, say gəldi və özündən sonra isim gəldi, burada artıq numerativ sözdür. Yox, əgər biz desək ki, bir nəfər gəldi, burada artıq nəfər özü isim kimi işlənib. Gəldi kim, nəfər, neçə nəfər, bir. Burada nəfər özü olacaq isim, numerativ deyil. Yəni, bu şəkildə olarsa, özündən sonra deməli, isim gələrsə, hə, olacaq numerativ söz. Sonra buradan dediklərimizi deyil. Məsələn, insan dənə ilə işlənməz. Bir dənə qardaşım var deyə bilmərik. Yəni, dənə də, ədəd də bunlar cansızlarla işlənər. Baş heyvanla işlənər. Məsələn, bir baş qoyun. Yəni, bu heyvanla işlənər. Bir baş qoyun, iki baş inək, belə. Başqa da cütdür, qoşalıq dedik. İnsanla nəfər işlənər bu şəkildə. Burada uşaqlar ən çox çaşdıranlardan. Məsələn, bir çox, bir sıra. Bax, bunlardan sonra gələn isim həmişə cəmdə olmalıdır. Yəni, təkdə ola bilməz.
Məsələn, bir çox insanlar, bir sıra insanlar mütləq cəmdə işlənməlidir. Və ya bu çox, çoxlu. Çox, çoxlu, larla, larca bunlardan sonra gələn isim uşaqlar cəmdə ola bilər, təkdə də ola bilər. Hər ikisi ola bilər. Hər ikisi işlənə bilər. Məsələn, çoxlu kitabda deyə bilərik, çoxlu kitablar da deyə bilərik. Çox adam da deyə bilərik, çox adamlar da deyə bilərik. Minlərlə adam, minlərlə adamlar da deyə bilərik. Hər ikisi doğru olacaq. Ancaq yerdə qalan ki, qeyri-müəyyən sayıları var. Bir neçə olsun, az olsun, xeyli, nə qədər qeyri-müəyyən miqdar sayı var və ya 5-6 tipli olan. Yəni bunlardan sonra uşaqlar deməli ancaq tək olacaq, tək isim. Yəni cəmdə işlənsə qrammatik cəhətdən səhvlik var. Bir də qeyri-müəyyən miqdar sayıları ki var, bax bayaqdan saydıqlarımız. Bir sıra, bir çox, larla, larca bundan düzələnlər. Bunlar numerativ sözlərlə işlənməz. İstisna olaraq bu tipdə olan bunlara təqribi, təxmini sayılar da deyirlər uşaqlar. Amma qeyri-müəyyən miqdar sayıdır. İstisna olaraq bunlar numerativ sözlərlə işlənə bilir. Məsələn, deyək ki, 5-6 ədəd qələm. Yəni istisna, bax bunlar işlənəcək, bəli. Yerdə qalan qeyri-müəyyən miqdar sayıları işlənməz. Ayrı yazılan sayılara tərkibi mürəkkəb sayılar deyirik. Məsələn, 15 tərkibi mürəkkəb saydısa, ayrı yazılan mürəkkəb sayı götürürük. Əsl mürəkkəb sayılar isə, bax bunlardır, 7-8. 7-8. Bunlara əsl mürəkkəb sayılar deyəcəyik. Bir də sıra sayılarının yazılışı. Məsələn, 1.1 deməkdir. Sonra 1 yarım mötərizə birinci deməkdir. Roma rəqəmi ilə 1 birinci deməkdir. Daha biz bunlardan sonra, məsələn, belə 1 nöqtə sonra yarım mötərizə yaza bilmərik. Və ya Roma rəqəmi bu ikinci deməkdir. Mən bura C yaza bilmərəm. Sonra belə 5 inci yazmaq doğru deyil. 5 defis C yazacağıq. Və ya məsələn yazıram ki, tutaq ki, ayın 5-də. Bax, ayın 5 sözün kökü, ayın yərikdir, 5-i mənsubiyyətdir, də yerlik haldır. Görürsünüz, burada 2 dənə qrammatik şəkilçi var. Biz bunu rəqəmlə yazsaq, 5-i yazacağıq, i-ni yadımızda saxlayacağıq, də-ni yenidən yazmış olacağıq. 5-in də. Gördünüzmü? Deməli, 2 dənə qrammatikin birini yadımızda saxlayırıq, birini yazmırıq. Və yaxud tutaq ki, ayın 2-si. Necə yazacağıq? 2 defis-si. Bu şəkildə. Və bunların ortasındakı işarə defisdir, tire deyil. Başqa yadımızdan nələr çıxıb? Uşaqlar, sayın amonimlikləri, bax bunlar, bu sayılar amonim olar. 50, çox. Çox nə ilə amonim olar? Ədatla. Yəni zərf kimi ortaq sözdür, yadınızda qalsın. Çox say və ədat olar. Çox nə zaman ədat olur? Sifətlərin önündə gələrsə. Çox maraqlı kitab. Bax, orada çox sifətin önündə ədat olacaq. Amma çox kitab desək, say olacaq. 50 sözü 1, məsələn, adamdır, adam. Əli, qolu var. Əli, qolu olan mənasında bu olacaq düzəltmə sifət. Bir də say kimi 50, yəni bildiyimiz 50. Yəni 60 oxşadı. Mən niyə 50-ni yaza bilmədim? 50. Hə, belə say. Sonra 80 sözü uşaqlar. 80, 1000, sonra 40. Başqa nə yadımızdan çıxdı? Başqa hansılar var idi? Heç bir şey. Bax, bunlar bir də var. Hə, bir say ola bilər uşaqlar. Bir də bir ədat ola bilər. Biri başqa bir sayla əvəz edə bilsək, 2, 3, fərqi yoxdur cümlədə. Məna tutacaqsa saydır. Biri yalnızla əvəz edə bilsək, ədatdır. Məsələn, bir sənə inanıram. Yalnız sənə inanıram. Burada ədatdır. 2 sənə inanıram deyə bilmirəm. Bu bircəyə də aiddir.
Yəni bircə həm bir sayı üstəgəl C ədad ola bilər, bircə bütövlükdə ədad ola bilər. Bunu necə biləcəyik? 2C ilə əvəz eləsək, bilin ki, sadə 1 və C ədadıdır. Məsələn, 1C qələmim var, 2C qələmim var.